Yenə də 32-dən biri Abşeronun qədim güşələrindən birindədir. Xəzərin mavi sularının layla çaldığı sıldırım qayalıqlar üzərində bir tarix uyuyur. Bu yer Zığdır. Abşeronun daş yaddaşına həkk olunan bu tarixin toz basmış səhifələrini, yuxu tutan gözlərini açmağa gəlmişik. Gəlmişik ki, sirli torpağın qədim bir yurd yerindən danışaq. Günəşin ilk şəfəqləri Zığ təpələrinə toxunanda sanki 15-ci əsrin sükunəti canlanır. Qeyri-ixtiyari qədim türbələrin daş divarlarının pıçıltısını duyursan. Xəzərin sonsuz üfüqləri, əsrlərin sınağından keçib gələn müqəddəs Əli qədəmgahı bu torpağa mistik bir ruh qatır. Zığ Bibi Heybət məscidinə yaxındır. Bibi Heybət məscidində isə 8-ci İmam Rızanın bacısı Hökümə xanım dəfn olunmuşdur. 1297-ci ildə Hülaki hökmdarı Qazan xan İslam dinini qəbul etdikdən sonra Bakı şəhərinə gəlmişdir və burada Hökümə xanın qəbri üstündə bir məqbərə düzəlmişdir. Şirvanşahlar dövləti Xəlilullahın dövründə xüsusi diqqət yetirilmiş və Zığ kəndi həmin Bibi Heybət məscidinə vəqf kimi verilmişdir. Dövlət məmurları Zığ kəndinə daxil olub ondan vergi yığa bilməzdilər. 1607-ci ildə 1-ci Abbas da həmin bu fərmanı təsdiqləmişdir. 1656-cı ildə isə Zığ kənd sakinləri Səfəvi hökmdarı 2-ci Abbasa şikayət etmişdilər və bu şikayətə əsaslanaraq 2-ci Abbas əvvəlki vəqf fərmanını təzədən bərpa etmişdir. Bu Zığ kəndi haqqında olan yazılı mənbələrdir. Küləyin sığalı, qayaların sərtliyi dildən dilə dolaşan bir deyimdir ki, dənizdən gələn sərt küləklər qayalara dəyib zığ-zığ səsi çıxararmış. Ona görə də Zığ dik qayalıqların doğurduğu vahimənin adıdır. Amma Zığ adının mənşəyi haqqında şübhəsiz ki, elmi fərziyyələr də var. Tədqiqatçıların fikrincə, Zığ adı qədim Zığ tayfasının adı ilə bağlıdır. Tarixi qaynaqlarda Zığların qədim türk və ya Qafqaz dilli tayfalardan olduğu qeyd edilir. Abbasqulu Ağa Bakıxanovun Gülüstan İrəm əsərində və Zara Aşurbəylinin Şirvanşahlar dövləti əsərində Zığ qəsəbəsinin adı ilə bağlı məlumat verilmişdir. Bu adı Zığ tayfasının adı ilə götürülüb, Sərmat deməli qəbilələrindən biri kimi götürülüb. Bəzi mənbələrə görə isə bu alanların adı ilə bağlıdır. Alan sözü də dağlı mənasını verir. Bu tayfalar gəlib bu dağ yamacında məskunlaşmışlar və burada daş karxanaları və duz karxanaları əldə etmişdilər və burada işləyərək bu karxanalardan istifadə edərək pul qazanmışlar. Həmin o duz gölü biz gördüyümüz istiqamətdədir. Uzun müddət həmin duzdan, narın duzdan istifadə olunmuşdur. Lakin Sovet dövründə çıxarılan neftin tullantıları həmin gölə axıdıldığı üçün həmin göl məhv olmuşdur. Əslində isə Zığ bir sipərə bənzəyir. Xəzərin hiqqəli dalğaları qarşısında dayanan, Abşeronun qapısını qoruyan möhkəm bir bənd kimidir o. Zığ qəsəbəsi Abşeron yarımadasının cənub-qərbində yerləşir. Onun cənubunda Xəzər dənizi, şimalında Yeni Günəşli və Suraxanı qəsəbələri, qərbində Xətai rayonu, şərqində isə Hövsan qəsəbəsi yerləşir. 1936-cı ildə qəsəbə statusu alıb, hal-hazırda onun 15 min əhalisi var. Abşeron yarımadasındakı qəsəbələrin, kəndlərin ən qədimlərindən biridir. Kəndin ən qədim və məşhur dini abidəsi Əli qədəmgahı ziyarətgahıdır. Daş kitabəsində inşa tarixi Hicri 628-ci il, miladi təqvimlə 1230-1231-ci il yazıldığı fakta əsaslansaq, abidənin təxminən 795-800 yaşı var. Rəvayətə görə qaya üzərində olan iz Həzrəti Əlinin atının
nal izidir. Bu qədəmgah 8 əsrdir ki, Abşeronun qayalıqlarında inancın və tarixin izini qoruyub saxlayır. Yeni Suraxanın ərazisində olan və Zığın ərazisində olan bir ziyarətgahdır. Həzrət Əli əleyhissalamın atının ayağının izi. Bu ziyarətgahın tikilməsi Usta Əli adlı bir şəxs, Allah rəhmət eləsin, onun vasitəsilə tikilib, inşa edilib və 632-ci ildə Hicri qəməri tarixi ilə bu da gedib çıxır 7-ci əsrə. Amma miladi təqvimi ilə 13-cü əsrə təxminən gedib çıxır. Bunun da tarixçəsi bundan ibarətdir ki, verilən məlumata görə bu Zığ kəndində suyun olmaması və bir şəxsin gəlməsi və onlara suyun yerin deməsi və onun qazılması, suyun çıxmasına səbəb olub. Bu tarixdə də ümumiyyətlə İslamda belə bir şey var, teyyül ərz deyirlər. O da Həzrət Əli əleyhissalamın gəlişi və atın üstündə burada durması və o göstəriş verilməsi ilə əlaqədardır. O vaxtdan bəri bir ziyarətgah kimi qalıb və bütün Azərbaycanda çoxlu ziyarətgahlar vardır. Burada da bu ziyarətgahı çoxlu insanlar gəlib ziyarət edirlər. Hətta Azərbaycana gələn turistlər də gəlib burada ziyarətgaha gəlib ziyarət edirlər. Zığ məscidləri kəndin ən hündür nöqtələrindən göyə ucalan mənəvi minarələrdir. Səhərin alaqaranlığında Xəzərin soyuq mehi qədim divarlara toxunanda bu məscid sanki dərin bir yuxudan ayılır. Bu məscidin torpağını İslam adında bir kişi vəqf eləyib torpağın məscid üçün. Yəni deyib, mən bu torpağı vəqf eləyirəm, burada məscid tikir. Ona görə məscidin adı da İslam məscidi adlanır. Demək, bu İslam kişi kim olub? Bizim antiterrorda şəhid olan Şəhid İnqilabın babası olub İslam kişi. Və kəndin cəmaatı da usta Noruz kişinin başçılığı ilə bu məscidi tikiblər. Məscid 1818-ci ildə tikilib. Yəni, miladi tarixi ilə 1818-ci ildə tikilib. Məscidin böyük axundları olub. Hətta böyük axundlarından biri İraqın Nəcəf Əşrəf şəhərində oxuyan Şeyx Hüseyn ağa illərlə burada axundluq edib. Cəmaat namazları qılınıb, minbərdə mövzələr eləyib, xutbələr eləyib və dini mərasimlər keçirilib. Burada dini mərasimdə kənd cəmaatı iştirak eləyib. Və məscidin eyni zamanda xanımlar da məscidə cəm olublar və məscidin yuxarı tərəfində xanımların yeri olub orada. Bu kənd Əli əleyhissalama o qədər məhəbbəti olub ki, hətta Şah İsmail ki, şiə olub, bu kəndi vergidən azad edib. Bu kənd Ələvi olduğuna görə, Əliyə məhəbbətləri olduğuna görə vergidən azad edib. Onun elə dəlili, sübutu odur ki, bu kənddə İmam Əli əleyhissalam adına qədəmgah var. Keçmişdə bir dənə yer idi o, qayalığın üstündə idi. Sonra kənd cəmaatı köməklik göstərdi, orada pələkanlar düzəltdi və yanında bir məscid tikilər. Həmən o məscidin də adı oldu Əli əleyhissalam məscidi. Zığın qərbində zamanın sükuta daldığı bir təpəlikdə yerləşən 15-ci əsr türbələri sanki Bakının daş yaddaşının ən zərif səhifələridir. Bu türbələr Şirvan-Abşeron Memarlıq Məktəbinin möhrüdür. Sadə, lakin əzəmətli görünüşü ilə bu türbələr Şirvanşahlar dövrünün ruhunu daşıyır. Şirvan-Abşeron memarlıq üslubuna xas olan çatma tağlar və günbəzli tavanlar
Qalınlığı bəzən 1 metrə çatan divarlar yayda içərini sərin, qışda isə ilıq saxlayır. Zığ qəsəbəsi Abşeron yarımadasının ən qədim kəndlərindən biridir. Burada çoxlu abidələr var, abidələrlə çox zəngindir. Bu abidələrin birinin qarşısındayıq biz. Bu el arasında bəylərin qəbri adlanır. Ancaq bu abidə 15-ci əsr abidəsidir. Şirvanşahlar dövlətinə aiddir. 15-ci əsrdə Şirvanşahların ən məşhur hökmdarlarından biri Xəlilullahın sərkərdəsi İskəndər bəy burada dəfn olunmuşdur. Yəqin ki, bu ətrafda hansısa bir döyüş olmuşdu və bu döyüşdə İskəndər bəy həlak olduğu üçün burada dəfn olunmuşdur. Sonradan onun yəqin ki, qohum əqrəbələrindən burada gətirib dəfn ediblər və belə çoxlu qəbirlər burada yaranmışdır. Zığ qəsəbəsində 2 qəbirstanlıq var. Biz birinə köhnə qəbirstanlıq, birinə isə yeni qəbirstanlıq deyirik. Bu qəbirstanlıqda çoxlu qədim abidələr, qəbirlər var. Onlardan məsələn Sənduqə qəbirlərini göstərmək olar. Türbələrin ətrafındakı qəbirstanlıq 15-ci əsrdən üzübəri minlərlə insanın izindən xəbər verir. Abşeron kəndləri üçün xarakterik olan qoç heykəlli qəbirdaşları, sənduqələr üzərində nəsx və süls xətti ilə yazılmış ayələr, eləcə də həndəsi nəbati naxışlar o dövrün yüksək sənətkarlıq səviyyəsindən xəbər verir. Burada əmanət qəbirləri də var. Vəfat etmiş insanları saxlayırdılar. Məqsəd də o idi ki, Kərbəlayda aparıb dəfn eləsinlər. Sadəcə sərhədlər bağlandı və həmin cənazələr aparılmadı. Bəzi qəbrüstü daşların üzərində daraq, qayçı və ya qılınc təsvirləri var. Bu isə məzardakı şəxsin sağlığında hansı peşə ilə məşğul olduğunu bildirir. Bura kəndin köklərinin torpağa dərindən bağlandığı yerdir. Zığlılar öz əcdadlarının ruhuna böyük hörmətlə yanaşırlar. Bura insana yeraltı bir sarayı və ya tarixin dərinliklərinə açılan tuneli xatırladır. Zığın 17-ci əsrdən yadigar qalan su ovdanı Abşeronun quraq torpaqlarında həyatı min bir zəhmətlə qazanan insanların hekayəsidir. Görünməz qoruyucu və ya su xeyir duası ilə bağlı əfsanə elə o insanların zəhmətindən danışır. Quraqlığın şiddətindən xilas olmaq üçün suyu tapana qədər insanlar çox cəfa çəkmişdilər. Bakının bir çox kəndlərində ovdan əsas su mənbəyi kimi istifadə olunub. Quraqlıq keçən dövrlərdə kənd əhalinin tələbatını mal-qara üçün və s. digər təsərrüfatda istifadə etmək üçün ovdan yeganə su mənbəyi olmuşdur. Hətta Sovet dönəmində su qıtlığı baş verdiyi müddət ərzində bütün kənd yalnız gördüyümüz bu ovdanlardan istifadə etmişdir. Hazırda Zığ kəndində aktiv olan 2 ovdan fəaliyyət göstərir və eyni zamanda yaxın ətrafda yaşayan evlərdə bu sulardan istifadə edirlər. Gördüyümüz ovdan orta əsrlərdə hazırlanmış olsa da, Sovet dönəmində yenidən bərpa olunmuşdur və günü bugün də fəaliyyətindədir, öz təmiz suyu ilə, fərahlığı ilə insanların xidmətindədir. Rəvayətə görə insanlar ovdanın qoruyucu ruhunun olduğuna inanırmışlar. O ruh suyun təmizliyini yoxlayarmış. Əgər kimsə ovdana pis niyyətlə yaxınlaşsa və ya suyu bulandırsa, su dərhal yerin daha dərin qatlarına çəkilib gizlənərmiş. Bakı kəndinin sakinləri, əlxüsusən Zığ kəndinin sakinləri üçün su həqiqətən də müqəddəs bir məzhəb hesab olunurdu.
Orta əsrlərdə, qədim dövrlərdə və elə indinin özündə də biz daim çalışırıq suyu təmiz saxlayaq, sudan daha səmərəli istifadə edək. Kitab-ı Dədə Qorqud dastanında Dədə Qorqudun dediyi kimi su üzü mübarəkdir. Qədim əfsanələrdə də biz buna görürük ki, su daim müqəddəs və yüksək bir ünsür kimi yanaşılır. Doğrudan da su olmadan həyatı, təsərrüfatı, malqaranı necə təsəvvür etmək olar? Və nəzərə də alsaq ki, Zığ kəndi orta dövrlərdə malqaraçılıqla məşğul olmuşdur və bu bir daha ovdanın öz əhəmiyyətini yerli cəmaət üçün bir daha vurğulayır. Bakı ətrafı kəndlər yarımsəhra landşaftda yerləşdiyinə görə suyun orada əhəmiyyəti danılmazdır. Zığa nəzər yetirsək, Zığın relyefi pilləli şəkildə yerləşir. Daha çox dağ və təpə formasında olduğuna görə, eyni zamanda qayalardan ibarət olduğuna görə burada əkinçilik, ağacın becərilməsi həddindən artıq çox çətindir və bunun yerinə yetirilməsi üçün labid olan təkcə ünsür sudur. Və bu əhəmiyyəti ona görə görürük ovdanın ki, biz yalnız su vasitəsilə bu əkinçiliyi həyata keçirilə bilirik. Məhz bu səbəbə görə Zığ kəndindəki ovdanların sayı digər qonşu kəndlərə nisbətən daha çoxdur. Qeyd etdiyim kimi, relyef, yarımsəhra landşaft bunların hamısını labid edir. Zığ kəndi heyvandarlıqla məşğul olub. Hal-hazırda da həmin işi davam edirlər. Mədəndə də ki, işləyənimiz adamlar çox olub, onlardan ustalar çıxıblar. Hal-hazırda yenə də heyvandarlıqla məşğuluq. Tuzlu göl kəndin aşağısındadır. Uşaqlıq dövründə görəndə hələ biz özümüz bir qab götürürdük, gedirdik Duzlu gölə. Gedib duzumuz qutaracaq. Deyirlər, duz gətirir. İndi daha ora dağılıb da, hələ bir şey qalmayıb orada. Zığda tarixən 2 fərqli hamam mövcud olub. Onlardan ən qədimi 19-cu əsrə aiddir. Bu günbəzli hamamı kəndin imkanlı və hörmətli şəxslərindən olan Hacı Əmir Aslan tikdirmişdi. Təəssüf ki, indi uçuq və qəzalı vəziyyətdə olan hamam zamana qarşı dayanmaqda gücsüzdür. Mənim 80 yaşım var. Mən onu 10 yaşına qədər görmüşəm. Bəlkə biraz az olar, bəlkə biraz çox olar. Həcər Məstan kişini özü tikirib, özü yuxarı məhəllədə olur, burada hamamı o tikdirib. Ki, yanında quyu da vardır ki, hələ o quyunun suyundan istifadə edirdilər ki, görmüşəm onu dəqiq. Burada hər daşın bir adı, hər dalanın bir əfsanəsi və hər evin film kimi hekayəsi var. Bütün qəsəbələrdə olduğu kimi Zığ qəsəbəsində də görkəmli şəxslər olmuşdur. Onlara hörmət edirdilər, ehtiram göstərirdilər. İndi hal-hazırda biz dayandığımız evin sahibi Şeyx Həsən görkəmli din xadimi olmuşdur. Müxtəlif ölkələrin dini məktəblərində oxumuş, sonra isə qayıdıb öz kəndində axund kimi işləmişdir. Ümumiyyətlə götürdükdə Zığ qəsəbəsi dinə hörmət edən, dindarlığı ilə məşhur olan bir qəsəbədir. Zığ kəndində bir sıra filmlər çəkilmişdir. Bu filmlərdən məsələn adını çəkə bilərəm Kəndlilər, sonra Don Kixot və Dulsinea və bir də ən məşhuru Qanun naminə filmi idi ki, hansı ki el arasında mehman kinosu kimi xatırlanır. Deməli, bu filmin bütün epizodları demək olar ki, bu kənddə çəkilmişdir. Çox təəssüf ki, həmin bina qalmamışdır. Ancaq bu küçə yenə də o dövrü bizə xatırladır. Hansı ki, Qaloş mehmandan qaçarkən ata minib bu yolla getmiş və mehman da at arabasına minərək onu təqib etməyə başlamışdı. Həyət səhnələri, bax bu həyətdə olmuşdur. Bu ev burada olmuşdu, ancaq hal-hazırda həmin ev sökülmüşdür. Zığın ən qədim evlərindən biri idi.
Bizim Zıq qəsəbəmizdə 2-ci Dünya Müharibəsində döyüşüb dünyasını dəyişənlərimiz üçün abidə qoyulub. Burada təxminən 92-96 nəfərin adı var. Bu yoldaşlar da dünyalarını dəyişəndən sonra artıq bunların cənazələri vətənə gəlməyib, həmin olduğu yerlərdə dəfn olunub. Həmin bu abidənin əytində 1-ci Qarabağ müharibəsində Zıq kəndində şəhidlər olub. Hal-hazırda da bu gördüyümüz lövhədə rayonumuzdan 5 şəhid varsa, biri də qəhrəman olub Daşaltı döyüşlərində. Bizim kənd sakinidir. İdris Süleymanovdur, polisçisi olub. Rövşən Görüşovdur, Hatəm Allahverdiyevdir, Səcalət Həmidovdur. Bizim əziz şəhidlərimizdir. Həmin bu abidədə də onların lövhələri qurulub. Bildiyimiz kimi 44 günlük müharibədə bizim əziz balalarımız da şəhid olmuşdu. Bizim bu Zıq kənd qəsəbəsindən də 44 günlük müharibədə 2 şəhidimiz olub. Qasımzadə Tahir, İsmailzadə Məhəmməd Füzuliloğlu. Bir də ki, antiterrorda şəhid İnqilab Qasımzadə şəhid olmuşdu. Bizim balamız hal-hazırda yandığımız, arxasında olduğumuz bulaq onun adınadır. Tarixən çox geniş əraziyə malik olan Zıq sonradan bir neçə yaşayış sahəsinə və bağ massivlərinə bölünüb. Hazırda bura Dələ Qorqud yaşayış sahəsi, Bahar və Qum adası bağ massivləri daxildir. Şəhərimizin ərazisində bir neçə duzlu göllər yerləşir. Bunlardan biri də hal-hazırda gördüyümüz Zıq kəndinə aid olan duzlu göldür. Hansı ki, həm suyu, həm palçığı, həm torpağı insan orqanizmi üçün həddindən artıq faydalı və müalicəvidir. Eyni zamanda burada yaxınlıqda o hissədə bizə Yod gölü də yerləşir. Hansı ki, o Yod gölü də insanların müalicəsində əsas yer tutur. Təkcə kənd sakinləri deyil, qonşu kəndlərdən, şəhərdən, digər regionlardan, hətta şəxsən özüm şahid olmuşam. Xarici turistlər də bu gölə axın edirlər və buradakı müalicədən faydalanırlar. Zaman keçir və keçmişin izlərinin müasirliklə birləşdiyi Zıq da zamanın axarına qoşulub gələcəyə doğru addımlayır. Bizi isə qarşıda hələ neçə ünvan, neçə hekayə gözləyir.